Salam, bu videomda sizlərə 4-cü sinif riyaziyyat 1-ci hissə kitabına səhifə 9-da təkrar üçün tapşırıqların izahını təqdim edəcəyəm. Birincidə deyir ki, abaklarda təsvir olunan ədədləri rəqəmlərlə, sözlərlə və açıq şəkildə yazın. Gəlin birinci rəqəmi də təsvir edək. Minlikdə nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 6. Yüzlükdə 4 dənədir, onluqda 0-dır, təhlikdə 2 dənədir. Deməli, rəqəm kimi təsvir etsək, rəqəm formasında 6402. Sonra nə demişdi? Sözlərlə. Sözlərlə yazarsınız 6000. Yəni, lap belə 6000 sözlərlə belə yazaq. 6000. 6400. 402. Bu olacaq sözlərlə. Sonra açıq şəkildə. Açıq şəkildə belədir. 6000. Üstəgəl 400, üstəgəl 2. Bu da açıq şəkildə yazılışıdır. İndi isə davam edirik. Burada nə deyir? Neçə dənə minliyimiz var? Baxın, 3 dənə. Neçə dənə yüzlüyümüz var? 1 dənə. Neçə dənə onluğumuz var? 3 dənə. 1, 2, təhliklərə baxın. 3, 4, 5. Deməli, ədədimiz 3135-dir. Bunu sözlə deyəndə 3135. Açıq şəkildə istəyir. Açıq şəkildə belə yazasınız. 3000, üstəgəl 100, üstəgəl 30, üstəgəl 5. Bu da olacaq açıq şəkildə yazılışı. İndi isə davam edirik. Sonra minlikdə 2 dənədir, yüzlük 0-dır, onluq 0-dır. Təhlikdə 5 dənədir. Olacaq 2005. Bunu da belə yazacağıq sözlə. 2005. Açıq şəkildə belə yazacağıq. 2000 üstəgəl 5. Yəqin ki, aydın oldu. İndi isə davam edirik axırıncı ilə. Axırıncıda minlikdə 1 dənədir. Yüzlükdə 1, 2, 3, 4, 5, 6, 7. 7 dənədir. Bunlar da 0'dır. 1700. Rəqəmlə 1700. Yazılışdan 1700. Açıq şəkildə 1000 üstəgəl 700. Bu qədər. İndi isə keçək növbəti tapşırığa baxaq. Növbəti tapşırıqda nədir? İkincidə qanuna uyğunluğu tapın və boş yerlərə uyğun ədədləri müəyyən edin. Gəlin baxaq. 3996, 3997, 3997, bir artır. Onda bu yerlərdə olacaq 3999, 4000, 4001. İndi isə burada 2001, 2011, 2021. Burada isə 10 artır. 2031, 2041, 2051 burada. Sonra C'de 4404, 4504, 4600, 100 artır. 4704, 4700, 804, 4904. Bəs D'de 3800, 4800, 5800, 6800, 7800, 8800, 100, 1000 arttı burada. Burada isə 1000 arttı. İndi isə baxırıq 3-ə. Ədəd oxu üzərində nöqtələr uyğun ədədləri tapın. Gəlin baxaq. Baxın, 100 bölgü var hərəsinin arasında. 1, 2, 3, 4, 5, 6. Bura 600'dür. 100 bölgülü 600'dür. Orta 1500'dür. Burada 1, 2, 3, 2300. Burada 3100. Sonra 4500. Burada 5900, 6500, 7500, 8200, 8700, 9300, 9700. Deməli belə. İndi isə davam edirik. 4-də 3 rəqəmli ədədlərin pozulmuş rəqəmlərini
müəyyən edin. Ən azı 3 variant söyləyin. Ən azı 3 variant. Pozulmuş rəqəmləri. Bu ola bilər 674, 684, 694. Sonra bərabərdir 442. Başqa nə ola bilər? 442 ola bilər. 542 ola bilər. Eləmi? 542 ola bilər. Sonra yaza bilərik. 642. Belə yaza bilərik. Sonra kiçikdir. 817. Bura 816 yaza bilərik. 814 yaza bilərik. 813 yaza bilərik. 771-dən 671, 571, 471. Sonra 673-dən 63, 653, 643. Bu formada davam edə bilərsiniz. Ən az 3 dənə deyib, biz də 3 dənə yazmışıq. 5-də ədədləri sıralayın. Artan sıra ilə. Artan sıra ilə baxaq. 150, 205, 250. A üçün. B üçün artan sırayla. 218, 423, 508, 550. Sonra azalan sırayla A üçün 510, 170, 144. B üçün 752, 254, 172, 152. Sonra baxırıq 6-ya. Boş xaralara uyğun ədədləri müəyyən edin. Baxın, 2000-lik, 800-lük, 7 onluq, 5 təhlik. Burada 6 minliyin üzərinə 6 minliyin üzərinə uşaqlar 1230 təhlik gəlməlisiniz ki, siz alasınız 6230. 1500-də 100lük deyəndə 2 sıfıra, 100lükdə 2 sıfır olduğuna görə 15 100lük var. 10.000-də 1000-də 3 dənə sıfır olur, 10 dənə minlik var. 3000-in üzərinə gəlməliyik. 12 100lük ki, bunu 4000-ə gətirsin. 12 100lük. 5400-də 4000-lik də gəl. 2 dənə sıfır atırıq. 4 dənə minlik götürülübsə 14 100lük qalıb. Sonra 7-də ədədləri yuvarlaşdırın. Onluqlara qədər. Onluqlara qədər 333-də onluq 3-dür. Onluqlara qədər yuvarlaşdıranda bu 330 alınır. Belə yazasınız. Bu onluğa qədər yuvarlaşdıranda 490 alınır. Bu onluğa qədər yuvarlaşdırılanda 40-dır. Burada onluğa qədər yuvarlaşdıranda 490-dır. Burada onluğa qədər yuvarlaşdıranda 60-dır. Burada onluğa qədər yuvarlaşdıranda 1280-dir. Yəni 1280-ə bərabərdir. İndi isə baxırıq. Burada onluq yüzlüklərə qədərdir. Yüzlük 8-dir. 2800. Yüzlük burada 100'dür. Olacaq 200. Burada 8'de olacaq 900. Burada 6'da olacaq 600. Burada 3'de olacaq 1400. Burada 100'dür. Olacaq 4800. Sonra davam edirik. 8-də deyir ki, turistlər qarşı sahilə keçmək istədilər. Qayıq qayıqçıdan əlavə 150 kiloqram yük götürə bilir. Yükləri ilə birlikdə ata 103 kiloqram, ana 65 kiloqram, qız 54 kiloqram, oğlu isə 44 kiloqramdır. Qayıqçı onları digər sahilə 2 dəfəyə necə apara bilər? Cəmi 150 olmalıdır. Baxın uşaqlar, burada 103-dən 65-i cəmləsək 168. 150-dən çox oldu. Bizə deyir ki, 150 kiloqram, yəni uzağı 150 kiloqram. 103-dən 54 cəmlədi 157 ola bilməz. Ata ilə oğlu cəmləyəndə amma 103-dən 44-dür. 103-dən 44-ü cəmləsək bu 147-dir. Ola bilər. Deməli, birinci ata ilə oğlu keçirəcək. Sonra ana ilə qızı cəmləyəndə 111 kiloqramdır. Sonra isə ana ilə qızı aparacaq. 2 dəfəyə aparır. Birincidə
ata və oğlu, oğlu, ata və oğlu. İkincidə ana və qızın apara bilər. 9-a baxırıq. 9-da nə deyir? Ədəd aparatına daxil edilən ədədin hər mərtəbə vahidinin sayı qədər kürəcik çıxır. Əvvəlcə aparata hansı ədəd daxil edilmişdir? Hər belə deyək də, daxil edilən ədədin hər mərtəbə vahidinin sayı qədər. 2 dənə minliyi var burada. 2 dənə yüzlüyü var. 3 dənə onluğu var. 4 dənə təhliyi. Deməli, əvvəlcə neçə daxil olunmuşdur? 2234. 2234. Sonra nə deyir? Sonra aparata ardıcıl olaraq 7052, 4800, 9029 ədədləri daxil edilsə, hansı rəngdə kürəcik daha çox olar? Gəlin baxaq. Deməli, birinci cəmliyirik də, onda minlikləri ayrı cəmliyirik. 7, 4, buradayım minlikləri. Baxın, mərtəbələrini cəmliyəcək. 9, eləyəcək 11, 20. 20 dənə qırmızı kürəcikdir də minlik. 20 qırmızı. Sonra 0, üstə gəl 8, üstə gəl 0. Bu yüzlükdür. Yüzlüyü nə qədərdir? Yüzlük mavi kürəcikdir. Mavi. Sonra cəmliyək onluğu. 5, üstə gəl 0, üstə gəl 2, 7. 7 necədir? Yaşıl kürəcikdir. Onluq. Onluq yaşıldır. Sonra 2, təhliyə baxırıq. Baxın. 2, üstə gəl 0, üstə gəl 9. Bu da 11 nədir? Sarı kürəcikdir. Təhliklər olan. İndi nə deyir? Hansı rəngdə kürəcik daha çox olar? Sarı rəngdə kürəcik daha çox olacaq. Rəngdə.